Salam dostlar. Bugün sizə bir isbat məsələsi təqdim etmək istəyirəm. Yəni bu birinci qrupa düşə biləcək isbat məsələsidir. Belə bir dördbucaqlı verilib. İki tərəfin ortasını birləşən düz xətt parçası və uyğun tərəflər AB-dir. Və A ilə B bucağın cəmisi alfa olarsa, X-in bu ifadə ilə hesablandığını isbat edin. Deməli, biz necə eləyək? Bunları birləşdirək. D ilə B-ni birləşdiririk buradan. Sonra buna paralel çəksək bu nöqtədən və bura bir K nöqtəsi deyək. MN idi bu. K nöqtəsi göründüyü kimi bu orta xətt olacaq. Çünki bu paralel çəkmişik. Bu da orta nöqtədir. Deməli, orta xəttdir. Orta xətt olduğu üçün A-nın yarısına bərabərdir. Sonra bunları birləşdirsək, bu da orta xətt olacaq bu üçbucaq üçün. Bu da B-nin yarısına bərabərdir. Bu iki bucağın cəmi alfa olduğu üçün onda yuxarıdakı bucağın qiyməti, yəni bu ikisinin arasındakı bucaq, iki bucaq aydındır ki, alfadır cəm. Onda bura 180 çıxaq alfa olacaqdır. Və beləliklə biz kosinus teoremini istifadə etsək, x kvadratı bərabərdir. A kvadrat bölək 4 üstə gələk B kvadrat bölək 4 çıxaq 2 A bölək 2 B bölək 2 və kosinus 180 dərəcə çıxaq alfa. X kvadrat bərabərdir. A kvadratı. Bunlar hamısını bir kök məxrəcə yığmaq olar. B kvadrat. Bilirsiniz ki, bu ikinci bucaq oldu, ikinci rüb olduğu üçün mənfi olacaq. Deməli, bura plus olur və çevrə sütuna görə adı saxlanacaq. Olacaq 2A B kosinus alfa. Və buradan da x bərabərdir. Kök alsaq, kök altda A kvadrat üstə gəl B kvadrat üstə gələk 2AB kosinus alfa olacaqdır. Maraqlı bir məsələ idi. Belə bir məsələ birinci qrupda isbata düşə bilər. Əgər video xoşunuza gəldisə, xahiş edirəm bəyənəsiniz. Kanalıma abunə deyilsinizsə, abunə olmağınızı xahiş edirəm. Sağ olun, gələn görüşlərə qədər.